Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanda müharibə veteranlarına verilən aylıq müavinətin məbləği uzun müddətdir müzakirə mövzusu olur. Hazırda veteranlara ödənilən 80 manatlıq təqaüdün həyat şəraitinə və artan qiymətlərə uyğun olmadığı ilə bağlı fikirlər səsləndirilir. Ekspertlər hesab edir ki, sosial ödənişlər inflyasiya və yaşayış minimuma uyğun şəkildə yenilənməlidir. Bəs gələn il veteran pulu artırıla bilərmi? Xəbər verilir ki, mövzu ilə bağlı iqtisadçı Asim İbrahimov danışıb. O bildirib ki, veteranlara ödənilən vəsait cəmiyyətdə ciddi suallar doğurur. Müharibə veteranlarına verilən 80 manatlıq təqaüdlə bağlı həmvətənlərimiz kimi məndə də ciddi suallar yaradır. Məbləğ həddindən artıq azdır. Amma mən düşünürəm, əsas məsələ yalnız məbləğin azlığı deyil, eyni zamanda bu rəqəmin hansı prinsiplə hesablamaya əsasən müəyyən edilməsidir. Bunun hesablama indeksini bizimlə də bölüşsələr təşəkkür edirəm ki, bu 80 manatı necə hesablayıb layiq biliblər. İqtisadçı qeyd edib ki, məbləğin formalaşması ilə bağlı ictimaiyyətə aydın iqtisadi metodologiya təqdim olunmayıb. Mənə çox maraqlıdır. Bu rəqəmin niyə 70 yox, niyə 90 yox, 150 yox, məhz 80 manatdır. Çünki bu məbləğin formalaşması ilə bağlı ictimaiyyətə aydın iqtisadi metodologiya təqdim olunmayıb. Halbuki sosial ödənişlər şəffaf meyarlarla müəyyən edilməlidir. Ekspertin sözlərinə görə beynəlxalq praktikada veteranlara münasibət yalnız simvolik yanaşma üzərində qurulmur. İnflyasiya, yaşayış minimumu, sosial rifah göstəriciləri və xidmətin ağırlıq dərəcəsi nəzərə alınır. Azərbaycanda isə veteran ödənişləri uzun müddət real iqtisadi dəyişikliklərin tempinə uyğun indeksləşdirilmir. Veteran statusu sadəcə hüquqi kateqoriya deyil, dövlət qarşısında xidmətin və fədakarlığın göstəricisidir. Bu baxımdan sosial təminat mexanizmləri də həmin statusun cəmiyyət üçün daşıdığı dəyərə uyğun olmalıdır. İqtisadçı hesab edir ki, gələcək mərhələdə veteran təqaüdləri ən azı yaşayış minimumuna uyğunlaşdırılmalı və inflyasiya indeksiyasız tətbiq edilməlidir. Bu istiqamətdə diferensial sosial dəstək modeli qurulmalıdır. Bu yanaşma həm sosial ədalət prinsipinə, həm də beynəlxalq sosial müdafiə standartlarına uyğun olar.